çekin. Rəfət müəllim, bura Kəlbəcərdir. Bizim dağlar. Gözəl priroda. Bax. Qəşəng işlər gedir. Bu görünən də məhlədir. Rəfət bizim məhlədə. Bu təpələrdə çıxmışıq təpənin başına. Bura kolçuka vurublar ha bura. Dəmirdən kolçuka vurur. Nəsə? Palatka qurublar, nə deyirlərsə. Görünən də bizim məhlələrdir. Bax. Dağı yarıblar oradan elə ki. Yəqin orada su anbarı tikirlər. Suyu paylayacaqlar oradan rayona. Gözəl Kəlbəcərin təbiəti belədir. Möhtəşəmdir. Binalara da baxdıq. İki il yaxşı idi. Amma nədənsə işlər dayanıb. Bir 30-40 binanın işi hələ ki yarımçıq qalıb. 1 mərtəbə, 2 mərtəbə, 3 mərtəbə tikilib, yarımçıq tərk edilib. Bu məktəbdir, burada hələ işlər getmir. Elə də tərk ediblər. Yəqin ki, işi uzundur. Bax, belə. İş demək olar ki, 5% iş gedir. 95% iş dayanıb. Burada bizim gözəl təpə deyirdik bura. Dağ yox, təpə. Aşağıda da belə yerlər, gözəllik, təbiət. Bu yüzden Qılıçlı tərəfdir. Bu bizim əhliyə çıxan Qılıçlıya gedən yolu çox gözəl düzəldiblər. Sedan maşınlar da gedir. Biz Mercedes'lə gəldik bu yolla düz ora kimi. Qılıçlı yoluna kimi. Bulamaz. Oradan da güzel hava var. Çok temiz havası var. Çok temiz havadır. Hava aydın, ışıqlı, güzel. Yer yurt yaşıllaşıb. O tayda da işler dayanıb. Dərə məhləsinə də baş çəkdik. Orada da işler dayanıb. İndi bu təpədən biraz çəkoti yağacaq. Bu qədər. Buranın çox gözəl panoraması var. Burada ya bir bayraq olmalıdır. Həm Kəlbəcərin mərkəzi hissəsidir. Hər yer buradan görükür. Yəni 360 dərəcə Kəlbəcərin panoraması buradan görükür.